Salam müəllimlər, bugün biz deməli emosional affektiv sahəni öyrənəcəyik. Emosional affektiv sahə Bloom taksonomiyasının 3 sahəsindən biridir. İdraki sahə, affektiv və ya emosional sahə, psixomotor sahə. Emosional sahə, affektiv sahə psixologiya ilə bağlıdır. Birbaşa psixologiya ilə bağlıdır. Yəni müəllim şagird, şagird arasında o emosional deməli münasibətlə, durumla, ünsiyyətlə bağlı olan bir sahədir. Bu sahənin 5 mərhələsi var. Hansı mərhələdir? Qəbul etmək mərhələsi, qəbul etmə mərhələsi, cavab vermə mərhələsi, dəyərləndirmə, təşkil etmə, xarakterizə etmə mərhələsi. İndi qəbul etmə mərhələsi nədir? Qəbul etmə mərhələsi müəllim dərsi keçməmişdən əvvəl sinifin diqqətini cəlb etməlidir. Yəni bir motivasiya yaratmalıdır, bütün diqqət cəmlənməlidir ki, müəllim dərsi izah etsin. Bu qəbul etmə mərhələsində məsələn həvəs, diqqət açar sözlərdir ki, affektiv emosional sahədə olan qəbul etmə mərhələsini həyata keçirsin. Deməli, burada şagird həvəslə, diqqətlə dinləməlidir ki, ötürülən informasiyanı qəbul edə bilsin. Qəbul etmə mərhələsi budur. Demək, qeyd edəcək, dinləyəcək, həvəs, maraq, diqqət, bax bunlar açar sözlərdir. Daha sonra cavab vermə mərhələsi var. Cavab vermə mərhələsi nədir? Artıq müəllim motivasiyanı qurub, dərsin deməli diqqəti bütün dərsə cəm edib, beyin həmləsi aparıb, şagirdin bütün diqqəti müəllimdədir və bu zaman müəllim izah etdiyini artıq şagirdlər tərəfindən deməli qəbul edilib, yəni həvəs, diqqət var burada. Bəs cavab vermə mərhələsi nədir? Müəllim sual verəcək, keçdiyi dərsə aid sual verəcək. Şagirdlər o suala cavab verəcəklər, reaksiya edəcəklər, aktiv iştirak edəcəklər və yaxud passiv iştirak edəcəklər, reaksiya verməyəcəklər. Artıq bu nə olur? Cavab vermə mərhələsi olur. Yəni bu cavab vermə mərhələsində sual vermək, cavab vermək, aktiv iştirak etmək, passiv iştirak etmək, reaksiya göstərmək, daha sonra reaksiya verməmək. Bax, bunlar cavab vermə mərhələsinin açar sözləridir. Dəyərləndirmə var. Dəyərləndirmə nədir? Şagird demək başqasına empatiya quracaq. Yəni özünü başqasının yerində hiss edəcək. Birini müdafiə edəcək, digərini mühakimə edəcək. Yəni dəyərləndirmə budur ki, başqasına kömək edəcək, başqası üçün deməli başqasını qiymətləndirəcək, dəyərləndirəcək. Burada bir empatiya var. Yəni birini müdafiə etdikdə digərini mühakimə edəcək. Yəni iki şagird arasında müəyyən bir konflikt yaşanıb. Şagird o vaxt dəyərləndirmə mərhələsində olur ki, o konfliktdə iştirak edən şəxslərin hansını müdafiə edəcək, hansını mühakimə edəcək. Dəyərləndirmə mərhələsi budur. Daha sonra demək təşkil etmə mərhələsi var. Təşkil etmə mərhələsi nədir? Özü üçün yaxşı və pis olanı seçmək. Təşkil etmə mərhələsində öz sözü açar sözdür. Yəni burada metakognitiv biliyə aid olan açar sözlər elə təşkil etmə mərhələsinə də aiddir. Strategiyanı müəyyən etmək, problemin səmərəli həllini müəyyən etmək, öz verdiyi qərarı dəyişmək, müqayisə etmək, əlaqələndirmək, təşkil etmək. Bax, bunlar təşkil etmənin açar sözləridir. Şagird özü üçün təşkil edəcək, özü üçün məsələn qərarı verəcək, məsələn öz qərarını dəyişəcək və yaxud təşkil etmə mərhələsi budur. Xarakterizə etmə mərhələsi nə deməkdir? Yəni xarakterizə etmə mərhələsi ondan ibarətdir ki, artıq hamı onu belə tanıyır. Yəni hər kəsin tanıdığı bir insan.
hər kəsin tanıdığı hər hansı bir xüsusiyyətə görə bu insan tanınır. Məsələn, həddən artıq çox mehribandır. Məsələn, bu onun xarakterizə etmə mərhələsində olduğunu göstərir. Açar sözlər nədir? Həmişə, daima, adətən, hər dəfə. Bax, bunlar demək, xarakterizə etmə mərhələsinin açar sözləridir. Yəni, bu şəxs necə tanınır, başqaları üçün necə tanınır? Tanınmaq, seçilmək, həmişə, hər zaman bu açar sözlər demək, xarakterizə etmə mərhələsinin açar sözləridir. Məsələn, hansısa xüsusiyyətinə görə tanınmaq, seçilmək, hər zaman hansısa bir dəyəri sərgiləmək. Bax, bunlar olur xarakterizə etmə mərhələsinin açar sözləri. Və tutaq ki, belə bir nümunə deyirik. Ayxan bu dəfə də həmişə olduğu kimi bu dəfə də əlaçı çıxdı. Baxın, həmişə olduğu kimi. Deməli, Ayxan artıq bu Ayxanın xarakterinə çevrilib. Həmişə əlaçı olub, bu dəfə də əlaçı çıxıb Ayxan. Demək, və yaxud başqa bir misal deyirəm. Günel adəti üzrə uşaqlarla bir-bir salamlaşdı. Adəti üzrə. Deməli, artıq bu onun bir xarakterinə çevrilib, bir xasiyyətinə çevrilib. Artıq hamı bunu belə tanıyır. Adəti üzrə, həmişə olduğu kimi, hər zaman, daima açar sözlər bunlardır. Demək, biz danışdıq affektiv, emosional sahənin mərhələlərindən. Hansı mərhələləri var? Bir daha yadımıza salaq. Demək, qəbul etmə mərhələsi, cavab vermə mərhələsi, dəyərləndirmə, təşkil etmə, xarakterizə etmə mərhələsi. Bu mərhələlər psixologiya ilə bağlıdır, yəni emosional durumla bağlıdır. Sanki, demək, nəyə bənzədək biz bunu? Biz bir şəxsiyyət formalaşdırırıq, şagirdi bir şəxsiyyət kimi formalaşdırırıq. Bu şagirdi şəxsiyyət kimi formalaşdırmaq üçün onlar müəllim-şagird münasibətləri düzgün qurulmalıdır. Orada psixologiya, yəni müəllimlə şagird arasında sevgi bağı olmalıdır ki, müəllim şagirdi demək öyrətdikdə sağlam psixoloji mühit qurmalıdır, dəstəkləyici mühit qurmalıdır ki, şagird onu qəbul etsin, müəllimi sevsin və onun öyrətdiyi o bilikləri rahat şəkildə mənimsəyə bilsin. Yəni, emosional sahə və yaxud affektiv sahə emosiyalarla bağlıdır, ünsiyyətlə bağlı olan, psixologiya ilə bağlı olan bir sahədir ki, bu düzgün qurulmalıdır ki, idraki sahə ki var, o elmləri öyrətmək üçün deməli, mərhələlər var idi ki, biz bunu xatırlamaq mərhələsi, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq mərhələsi kimi mərhələlərə ayırmışdıq və öyrənmişdik. Demək, hər bir sahə sadədən mürəkkəbə doğru şagirdlərdə formalaşdırılır və bu da şagirdin bir şəxsiyyət kimi inkişaf etməsinə səbəb olur. Dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək sağ olun.